İnsan qohumların, yaxın adamların sevməlidir. Bu sevgi olmalıdır insanın qəlbində onlara qarşı. Bu sevgini oyatmaq lazımdır. Onların qapısını gedib açmalısan, onları gedib yad eləməlisən. Bir müddət ara versin belə, sonradan dərhal gedib, səndən küssələr belə get. Kafir olsalar belə get. Bir nəfər gəldi Həzrəti Peyğəmbər salavatullahdan soruşdu, dedi, ey Allahın Peyğəmbəri, qohumlarım kafirdir, mürtəddir, mən yenə onları yad eləməliyəm. Yenə onları gedib baş çəkib, onları yoxlamalıyam. Həzrət buyurdu, əlbəttə. Bizim şəriətimizdə, fikrimizdə belə bir qayda var. Qohumlar əgər kafir və mürtəd olsalar belə, qohumluq haqları boynunda var sənin. Təsəvvür edin, qohumluğa verilən dəyəri Allah Teala bizə bu dərəcədə buyurur.